Mədə motordur. Mədə insanın motorudur. O motor hansı ki, insanın saçından dırnağına qədər onun həm gözəlliyini, həm dərisini, həm sağlamlığını müəyyən edir. Boş yerə demirlər aqillər ki, nə yesən olsan. Görürsən, hədsiz çox ət yeyən adamlar qəddar olurlar, doymurlar, yeməyin vaxtı gələndə əsəbləşirlər. Çünki mədə onu istəyir. Ət. Bəli. Məsələn, bayaq çox gözəl bir söhbət elədiniz Mədinə xanımla bu halva barədə. Mənim həyatda qidada iki zəif nöqtəm var. Biri halvadır, biri də üzümdür. Xoşlayırsan? Hə, bunu mən görəndə dadmalıyam. Bəzən tutunaram ki, yas yerdə mən bu halvadan yeməməliyəm də, mühit elədir. Ancaq bir təhər eləyirəm ki, bir dadım ki, sakitləşim. Yox, baxır da yas yerdə. Bir də görsən adam çəkilir də. Yox, gənc olur, nə olur, nəysə. Sakitləşmək üçün mütləq istəyirəm ki, nəsə bir toxunum ona. Halvaya. Yəni, hə, iki dənə, bir də üzüm. Axır eviyyəsində tuturan kimi deyirəm ki, biraz qoyuram, deyirəm, qalanını götür. Çünki o qutarana qədər mən dura bilmirəm. Bu mənim zəif nöqtəmdir. O ki, qaldı dediyim kimi, ət xörəkləri çox ağırdır mədə üçün. Və insanlar da qarışdırırlar o dediyim kimi. Ətin içinə nələr qatırlar və yeyirlər. O qatılan qidalar əti mədə tursunu götürür, gedir. Sonra ət qalır, həzmə getmir. Fırlanır, keçir bağırsaqda, bağırsaq daşına. Bağırsaq daşına? Bəli, bir insanda 4 kilograma qədər bağırsaq daşı yığılır. Sonra bunlar deyir ki, mən niyə səbiyəm, mən niyə tez yoruluram, mən niyə yuxuluyam, heç nə eləməm. Yuxudan durmuşam, yenə yatmaq istəyirəm. Çünki onlarda bağırsaq daşı qəbizlik yaradır. Qəbizlik yarananda da o toksinlər zəhər sorulur kana və limfaya və bu adamlar yorğun olurlar, halsız olurlar, yuxulu olurlar, əsəbi olurlar, gərgin olurlar. Mədədə insanları ən çox narahat eləyən Samir bəy bu dəqiqə çöpdür. Sonra ən çox deyir ki, bu klapanlar, qapaqlar açıq olur yemək borusunda, xeyli insanlarda. Kim ki dovğa yedi, pomidor yedi, turşu yedi, turş qatıq yedi, yeyən kimi görürsən, turşu artan kimi, çöp artan kimi bu qalxır. Bəzən deyir ağzımı yandırdı, yemək borumu yandırdı. Kislata kimi nəsə? Aysa, o turşu yandırır, o refleks qalxır, yandırır və bu insanlar zaman gəlir, qastrit əmələ gəlir, erroziya əmələ gəlir, mədədə də, hətta yemək borusunda da, yara əmələ gəlir və sonra bu insanlar o yemək qaydasını ki pozdular, sonra normal istədikləri, sevdikləri yeməkdən də məhrum olurlar. Mən ona görə deyirəm ki, zərərli qidalardan uzaq olun, xüsusilə göbələkdən, tənək yarpağının dolmasından, çünki həzmə getmir o. Mədənin sehli qişacısını zədəliyir. Keçən dəfə də sən burada deyirsən, tənək dolmasının yarpağını yemək cinayət demir, götürür indi biri yazır orada ki, bu niyə cinayət olur? Deyən zərərdir də. Güya ki, cəmaət bilmirdi ki, niyə cinayət olur? Zərər demək də, mədəni qaydada Samir bəy tam səmimi, biraz baməzə eləyib, çünki peşəkar aktyordur. Yaxşı, mən də yandıyam, deyim, elə demək. Nəysə, sözüm ondadır ki, sən onu qaydaya salanda, həzm normal gedəndə, bağırsaqlarda həzm də normal gedir. Qəbizlik aradan qalxır, çöp aradan qalxır. İnsanlar, bax, o bağırsaq daşlarına görə bəzən görürsən ki, 10 gün, 15 gün, hətta ayda bir böyük bayra çıxırlar, qəbizlik yaranır. Bu insana nə həyatı olacaq, nə sağlamlıq olacaq. O toksin də, zəhər də birinci növbədə onun əsəbini pozur. Qanuna işləyir, əsəbini pozur. Və yəni demək istədiyim o ki, mədə bağırsaq insanın, uşağın, xüsusilə də uşağın sağlamlığının rəhnidir. Əgər mədə bağırsaq normal işləyirsə və insan hər gün böyük barə, normal qaydada 2 dəfə çıxırsa, heç olmasa 1 dəfə çıxırsa, onun saçı da yerində olur, dərisi də normal olur. Əsəblər də qaydasında olur.